Bakının növbəti dəfə ev sahibliyi edəcəyi Beynəlxalq Çempionlar Gecəsi yarışının startına bir gün qalıb. Açıq havada reallaşacaq 6 döyüş boks həvəskarları üçün xüsusi maraq doğurur. Peşəkar arenada debüt edəcək Spon Mamedov 47,6 kq-da Filippinli Richard Garda qarşı mübarizə aparacaq. 60 kq çəki dərəcəsində Tayfur Əliyev Özbəkistan atleti Xurşidbek Rasılcanovla üz-üzə gələcək. 70 kq-da qüvvəsini sınayacaq digər iki həmvətənimiz Nəbiz Şəndərov, Rusiya təmsilçisi Hikmət Qarayev, Sərxan Əliyev isə Qazaxıstanlı Nurtas Ajbenovla ringi paylaşacaq. 72,6 kq çəki kateqoriyasında Səyid Cəmşid Cəfərov da Nikolay Vesilovu məğlub etməyə çalışacaq. Əcnəbilərin duelində isə Çerov Aşalayevlə Mikhail Dolgolevets münasibətlərinə aydınlıq gətirəcək. Peşəkar boksda ilk döyüşünə çıxacaq Nəbiz Şəndərov qarşılaşmaya yüksək səviyyədə hazırlaşdığını söylüyor. İlk öncə bizim Respublika çempionatından sonra ilk vacib yarışımız Dünya Kuboku oldu. Dünya Kubokunda mən 3-cü yerə layiq görüldüm. Ondan sonra da bizim bu yarışa da hazırlıqlarımız yaxşı keçib. Qazaxıstanda təlim məşq toplanışında olmuşuq və ondan sonra Kitayda bir yarışımız olub. İndi isə bizim bu ikinci vacib yarışımızdır. Ümid edirəm ki, mən və komanda yoldaşlarım da bu yarışa yüksək səviyyədə hazırıq və beşimizin də qələbə qazanmağımız gözlənilir. Doğma publika önündə döyüşməyin ona əlavə ruh yüksəkliyi verəcəyini bildirən Sərxan Əliyev ringi qalib tərk etmək üçün əlindən gələnin ən yaxşısını edəcəyini dilə gətirir. Bildiyiniz kimi İBA Çempionlar Gecəsi olacaq Azərbaycanda. Bu çox yaxşı təşkilatdır, çox güclü döyüşçülər var burada. Professional döyüşdür. Bizdə birisi həvəskardır, amma eyni zamanda professional döyüşür. 6 raundluq döyüş olacaq. Demək olar karyeramda ilk dəfə də 6 raund döyüşəcəm. Bu tərəfdən biraz bəlkə də çətinlik olacaq, amma hazırlaşmışıq. Hazırlığımız çox yaxşıdır, yüksək səviyyədədir. Rəqiblə də maraqlanmışam. Rəqib də yaxşı döyüşçüdür, professional döyüşləri çox olub. Professional tərəfdən məndən bəlkə də biraz təcrübəlidir, amma mən çalışacağam ki, öz publikamız önündə təbii ki, qələbə qazanmaq birinci növbədə birinci istəkdir, hədəfdir. İnşallah yaxşı döyüş arzulayıram, yaxşı döyüş keçəcək və qələbə ilə bütün publikanı sevindirəcək. Əlavə edək ki, sabah Sibrizdə baş tutacaq döyüş gecəsi saat 19-da start götürəcək. Həmin döyüşlər arası fasilə ərəfəsində izləyicilər üçün maraqlı şou proqramlar nümayiş etdiriləcək.